Bu adam milyarder idi, televiziya ulduzu idi, qalmaqalların mərkəzində idi. Amma o bununla kifayətlənmədi. Donald Trump Amerikanın 45-ci prezidenti oldu. Bəs o bu gücə necə çatdı? Uşaqlığı və ailəsi. Donald John Trump 14 iyun 1946-cı ildə ABŞ-ın New York şəhərinin Queens bölgəsində doğuldu. Atası Fred Trump zəngin daşınmaz əmlak sahibkarı idi. O New Yorkda minlərlə ev tikmişdi. Anası Mary Anne McLeod Trump isə Şotlandiyadan Amerikaya köçmüşdü. Sadə bir ailədən gəlmişdi. Trump varlı ailədə böyüsə də uşaqlığında çox aqressiv və problemli idi. 13 yaşında atası onu hərbi məktəbə göndərdi. Trump New York Military Akademiyada oxudu. Burada o intizam öyrəndi və liderlik bacarıqları qazandı. Sonra Fordham Universitetində oxumağa başladı. Amma 2 ildən sonra daha prestijli universitetə keçdi. O Pensilvaniya Universitetinin Wharton Business School'da iqtisadiyyat və biznes təhsili aldı. 1971-ci ildə universiteti bitirdi. Universitetdən sonra Trump atasının şirkətinə qoşuldu. Şirkətin adı Trump Organization idi. Əvvəlcə Brooklyn və Queens'də işləyirdi, amma Trump daha böyük şeylər istəyirdi. O Manhattan'a keçdi. Manhattan Amerikanın biznes mərkəzi idi. Bu qərar onun həyatını dəyişdi. Trump böyük binalar tikməyə başladı. Ən məşhur layihəsi Trump Tower oldu. Bu bina onun güc simvoluna çevrildi. 1980-ci illərdə Trump artıq milyarder idi. Onun otelləri, kazinoları və göydələnləri vardı. O Amerikanın ən məşhur biznes adamlarından birinə çevrildi. 1990-cı illərdə Trump böyük borca düşdü. Bəzi kazinoları iflas etdi, o milyardlarla dollar itirdi. Bir çox insan onun bitdiyini düşündü. Amma Trump geri qayıtdı. O yenidən biznes qurdu və yenidən milyarder oldu. 2004-cü ildə Trump The Apprentice adlı televiziya proqramına başladı. Bu şou çox məşhur oldu. Trump burada məşhur cümləsini dedi. "You're fired." Bu şou onu bütün dünyada məşhur etdi. 2015-ci ildə Trump prezidentliyə namizədliyini açıqladı. Bir çox insan onun qalib gələcəyinə inanmırdı. Amma o güclü kampaniya apardı. 2016-cı ildə Hillary Clinton'a qarşı seçkidə qalib gəldi və Amerikanın 45-ci prezidenti oldu. Bu tarixdə ən böyük siyasi sürprizlərdən biri idi. Qeyd edək ki, Donald Trump hələ də Amerikanın prezidentidir. Jeffrey Epstein məsələsi. Jeffrey Epstein zəngin və çox güclü əlaqələri olan bir iş adamı idi. Trump və Epstein eyni sosial mühitdə tanınırdı. Onlar bəzi tədbirlərdə birlikdə görüntülənmişdi. Amma sonradan Trump Epstein ilə əlaqəsini kəsdiyini bildirdi. Epstein 2019-cu ildə həbs olundu və həbsxanada ölü tapıldı. Bu hadisə böyük qalmaqal yaratdı. Trump'ın ailəsi. Trump 3 dəfə evlənib, birinci arvadı Ivana Trump idi, ondan 3 uşağı oldu. Donald Jr., Ivanka Trump, Eric Trump. İkinci arvadı Marla Maples idi. Ondan bir qızı oldu, Tiffany Trump. Üçüncü arvadı isə Melania Trump'dır. Ondan Barron Trump adlı oğlu var. Trump risk etdi, iflas oldu, tənqid edildi, amma heç vaxt dayanmadı. O biznesdən televiziyaya, televiziyadan isə arabə yüksəldi. Dostlar, videomuzu bəyəndinizsə, videomuzu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun və Allah amanında qalın.